gəlişini, yeniliyi və bərəkəti müjdələyən Novruz bayramı münasibəti ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin müdiri Ramiz müəllimi səmimi qəlbdən təbrik edirik. Ramiz müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq, Prezident İlham Əliyevə dövlətə dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz. Ramiz müəllim uzun illərdir ki, məsuliyyətli fəaliyyəti, zəhmətkeşliyi və işinə olan yüksək məsuliyyət hissi ilə Mingəçevir şəhərinin abadlaşmasına, təmizliyinə və inkişafına öz töhfəsini verməkdədir. Onun rəhbərliyi altında görülən işlər şəhərin simasının daha da gözəlləşməsinə, sakinlərin rahat yaşayışına xidmət edir. Bu əziz bayram günlərində Ramiz müəllimə möhkəm can sağlığı, uzun ömür, ailə saadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq. Qoy Novruz bayramı onun həyatına sevinç, ruzi bərəkət və xoş günlər gətirsin. Uğur hər daim sizlə birgə addımlasın. Novruz bayramınız mübarək olsun.